Muchas gracias. Ahora continuaremos con el himno de la República de Azerbaiyán. Por favor, mantenerse de pie. Muchas gracias. Favor de tomar sus asientos. Asimismo, queremos reconocer la presencia de la diputada Maribel Martínez Ruiz, de la diputada Mónica Herrera Villavicencio y de la diputada María Isidra de la Luz Rivas. Muchas gracias por acompañarnos. A continuación, le cedemos el uso de la palabra. Ahora continuaremos con la participación de la honorable diputada Jale Aliyeva, presidenta del Grupo de Amistad Azerbaiyán-México del Milli Majlis, y agradecemos al cónsul Emin Samad por hacer la traducción consecutiva de la participación de la diputada. Adelante. Teşekkür ederim. Hörmətli həmkarlar, dəyərli dostlar. Bugün Azərbaycan ilə Meksika arasında parlamentlər arası əməkdaşlığın inkişaf baxımından mühüm bir mərhələdə bir aradayıq. Muchísimas gracias, estimadas colegas, estimados amigos y amigas. Hoy nos reunimos en una etapa muy importante del desarrollo de la cooperación interparlamentaria entre Azerbaiyán y México. Azərbaycan-Meksika parlamentlər arası dostluq qrupunun fəaliyyəti artıq sübut edib ki, parlament diplomatiyası dövlətlər arası münasibətlərə real töhfə verən, dialoqu davam etdirən və qarşılıqlı etimadı möhkəmləndirən təsirli bir mexanizmdir. Las actividades del Grupo de Amistad Interparlamentaria entre Azerbaiyán y México ha demostrado que la diplomacia parlamentaria es un mecanismo eficaz que contribuye significativamente a las relaciones interestatales y sostenibiliza el diálogo y fortalece la confianza mutua. Dostluq qrupumuz yarandığı gündən etibarən fəal şəkildə çalışır. Qarşılıqlı səfərlər, mütəmadi görüşlər və daimi əlaqələr bu fəaliyyətin əsasını təşkil edir. Bu səfərlər sadəcə protokol xarakteri daşımır. Əksinə, tərəflərin bir-birini daha yaxından tanımasına, mövqelərin uzlaşdırılmasına və əməkdaşlıq imkanlarının genişlənməsinə şərait yaradır. Nuestro grupo de amistad interparlamentario trabajó activamente desde su creación, visitas mutuas, reuniones periódicas y contactos permanentes constituían la base de esta actividad.
Estas visitas no solo son protocolarias, sino que por el contrario crean las condiciones para que las partes se conozcan mejor, concierten posesiones y amplíen las oportunidades de cooperación. Məlumat üçün bildirmək istəyirəm ki, parlamentlərarası dostluq qrupunun rəhbəri kimi Meksikaya 2023-cü ildə həyata keçirdiyimiz ilk rəsmi səfər olduqca yadda qalan idi. Həmin səfər zamanı biz sağlam dialoq, səmimi münasibət və Azərbaycanla əməkdaşlığa böyük maraq gördük. Bu, münasibətlərimizin gələcək inkişafı üçün çox müsbət zəmin yaratdı. Para su información, me gustaría informarles a ustedes que mi primera visita oficial a México en el año 2023 como presidenta del Grupo de Amistad Interparlamentaria fue memorable. Para mí, durante dicha visita presenciamos un diálogo sano, una actitud sincera y un gran interés en la cooperación con Azerbaiyán. Y esto creó una base muy positiva para el desarrollo futuro de nuestras relaciones. Yeri gəlmişkən, mən həmin dövrdə dostluq qrupunun rəhbəri olmuş və hazırda bu tədbirdə iştirak edən Azərbaycanın Meksikadakı səfirimiz tərəfindən dəvət edilən dostumuz Alberto Villegas'ı da salamlamaq istəyirəm. Es que, por cierto, me gustaría saludar al señor Alberto Villegas, quien presidió el grupo de amistad entre Azerbaiyán y México. Və həmin səfərdən əvvəl də və daha sonra da biz Meksikalı həmkarlarımızı Bakıda qəbul etmişdik. Antes y después de esa visita habíamos recibido a nuestros colegas mexicanos en Bakú. Bugün isə yenidən Meksikadayıq, yenidən böyük bir ehtiram, mehribanlıq, qarşılıqlı anlayış şəraitində qəbul edilirik, görüşlər keçirdirik. Y hoy otra vez estamos en México y una vez más somos recibidos con gran respeto en un ambiente de cordialidad y sostenemos una reunión. Və bu səfərlərin hər biri həyata keçirdiyimiz intensiv dialoq, əlaqələrin qarşılıqlı və bərabər hüquqlu əsaslar üzərində qurulduğunu bir daha nümayiş etdirir. Cada de esas visitas, el intenso diálogo que mantuvimos demuestra una vez más que las relaciones se basan en principios de reciprocidad e igualdad. Meksika parlamentinin bugün təqdimatına toplandığımız yeni yaranacaq olan Meksika-Azərbaycan parlamentləri arası dostluq qrupu və onun rəhbəri xanım Dulce Maria Karina Villegas ilə də iki ölkə arasındakı münasibətlərin inkişafı baxımından müsbət dialoq qurduğumuzu xüsusi qeyd etmək yerinə düşər. Cabe destacar que también hemos establecido un diálogo positivo con el recién creado Grupo Interparlamentario de Amistad entre Azerbaiyán y México, cuya representación recibimos hoy con su presidenta, la señora Dulce María Corina Villegas, en relación con el desarrollo de las relaciones entre ambos países. Belə ki, Milli Məclis və Meksika Konqresinin sədrləri, Beynəlxalq Münasibətlər Komitələrinin sədrləri və hər iki ölkənin dostluq qruplarına rəhbərlik edən millət vəkilləri arasındakı məktub mübadiləsi də daxil olmaqla 2025-ci il ərzində Meksika və Azərbaycan parlamentarilər arasında fəal yazılı mübadilə baş tutmuşdur. Así, a lo largo del año 2025 se produjo un activo intercambio escrito entre los parlamentos de México y Azerbaiyán, incluyendo el cambio de cartas entre los presidentes de Milli Meclis, de la Asamblea Nacional de Azerbaiyán y del Congreso Mexicano, los presidentes de las comisiones de las relaciones internacionales y los parlamentarios que encabezan grupo de amistad de ambos países. Parlamentlər arası əlaqələrlə yanaşı səfirliklər səviyyəsində də intensiv və sistemli görüşlərimiz davam edir. Bu təmaslar iki tərəfli münasibətlərin daha strukturlaşdırılmış və məqsədyönlü şəkildə inkişafına imkan yaradır. Hər iki ölkənin səfirliyi öz fəaliyyətləri ilə bütün sahələr üzrə əməkdaşlığının inkişafı üçün olduqca münbit şərait yaradır. Bizim əsas hədəfimiz parlament diplomatiyasını icra edici və diplomatik institutlarla uzlaşdırmaqla əlaqələrimizi daha dərin və davamlı etməkdir.
Además de las relaciones interparlamentarias, seguimos manteniendo reuniones intensivas y sistemáticas a nivel de embajadas. Esos contactos permiten un desarrollo más estructurado con mayor propósito de las relaciones bilaterales. Las embajadas de ambos países con sus actividades crean condiciones muy fértiles para el desarrollo de la cooperación en todos los ámbitos. Nuestro principal objetivo es profundizar y hacer más sostenibles nuestras relaciones mediante la coordinación de la diplomacia parlamentaria con las instituciones ejecutivas y diplomáticas. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, Meksikanın Qarabağ məsələsində ölkəmizin mövqeyini açıq və prinsipial şəkildə dəstəkləməsi yüksək qiymətləndirilir. Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyinə verilən bu dəstək münasibətlərimizin siyasi etimad səviyyəsini əhəmiyyətli dərəcədə gücləndirir. Bu mövqe yalnız siyasi baxımdan deyil, həm də beynəlxalq ədalət və məsuliyyət prizmasından böyük önəm daşıyır. Quisiera destacar en particular que el apoyo abierto y de principios de México a la postura de nuestro país sobre la cuestión de Karabaj se aprecia sumamente. Este apoyo a la integridad territorial de Azerbaiyán y a su postura basada en las normas y principios del derecho internacional ha fortalecido significativamente la confianza política en nuestras relaciones. Esta postura es de gran importancia no solo desde una perspectiva política, sino también desde la perspectiva de la justicia y la responsabilidad internacional. Bugün Azərbaycan müharibədən sonraki dövrdə əsas diqqətini sülhə, bərpaya və dayanıqlı inkişafa yönəltmiş bir dövlətdir. Biz azad edilmiş ərazilərdə geniş miqyaslı yenidən qurma işləri aparır, yeni yaşayış məntəqələri salır, müasir infrastruktur qururuq. Bu prosesdə beynəlxalq tərəfdaşlarla əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir və Meksika ilə münasibətlər bu baxımdan da mühüm potensiala malikdir. Hoy en día Azerbaiyán es un Estado que ha centrado su atención en la paz y la restauración y el desarrollo sostenible en el periodo de posguerra. Estamos llevando a cabo trabajos de reconstrucción a gran escala en los territorios liberados, construyendo nuevos asentamientos y construyendo la infraestructura moderna. La cooperación con socios internacionales es de particular importancia en este proceso y las relaciones con México tienen un potencial significativo en este sentido. Parlamentlərarası əməkdaşlıq iqtisadi, humanitar, mədəni və sosial sahələrdə əlaqələrin inkişafı üçün mühüm imkanlar açır. Biz bu platforma vasitəsilə investisiya təşəbbüslərinin təşviq olunmasına, təcrübə mübadiləsinə və birgə layihələrin həyata keçirilməsinə töhfə verə bilərik. Enerji, kənd təsərrüfatı, nəqliyyat, turizm və humanitar sahələr əməkdaşlıq üçün real imkanlar təqdim edir. La cooperación interparlamentaria abre importantes oportunidades para el desarrollo de las relaciones entre los ámbitos económico, humanitario, cultural y social. A través de esa plataforma podemos contribuir a la promoción de iniciativas de inversión, el intercambio de experiencias y la implementación de proyectos conjuntos. Los sectores energéticos, agrícola, de transporte, turístico y humanitario ofrecen oportunidades reales de cooperación. Eyni zamanda humanitar və mədəni əlaqələr münasibətlərimizin ən səmimi və uzun ömürlü istiqamətidir. Qarşılıqlı mədəni layihələr, təhsil və ictimai təşəbbüslər xalqlarımız arasında daha dərin anlaşma yaradır və siyasi proseslərdən asılı olmayan möhkəm dostluq körpüləri qurur. Al mismo tiempo, las relaciones humanitarias y culturales constituyen la orientación más sincera y duradera de nuestras relaciones. Los proyectos culturales, educativos y las iniciativas públicas conjuntas fomentan un entendimiento más profundo entre nuestros pueblos y construyen fuertes puentes de amistad independientes de los procesos políticos. Əminik ki, Azərbaycan-Meksika parlamentlərarası dostluq qrupunun fəaliyyəti gələcəkdə də konkret nəticələr verəcək. Parlament üzvləri beynəlxalq əməkdaşlığın fəal iştirakçıları kimi çıxış edəcəklər. Estamos seguros de que las actividades del Grupo de Amistad entre Azerbaiyán y México seguirán dando resultados concretos en el futuro y que los parlamentarios participarán activamente en la cooperación internacional.
Çoxsaylı konstruktiv təmaslardan gəlinən nəticə bundan ibarətdir ki, Azərbaycan və Meksika qarşılıqlı hörmətə, bərabərliyə və beynəlxalq hüququn prinsiplərinə əsaslanan münasibətləri daha da inkişaf etdirmək əzmindədir. De los numerosos temas constructivos abordados, concluye que Azerbaiyán y México están decididos a seguir desarrollando relaciones basadas en el respeto mutuo, la igualdad y los principios del derecho internacional. Bugün bu mötəbər tədbirdə iştirak etməyimiz də bir daha münasibətlərimizin yüksələn xətt üzrə inkişaf etdiyinin sübutudur. Nuestra participación en este prestigioso evento hoy, una vez más, demuestra el desarrollo ascendente de nuestras relaciones. Və bir daha əminliklə qeyd etmək istəyirəm ki, bu yolda parlament diplomatiyası mühüm rol oynamaqda davam edəcək. Me gustaría destacar una vez más que en esta ruta la diplomacia parlamentaria desempeñará un papel muy importante. Və sonda fürsətdən istifadə edərək yeni yaranan Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunu təsis münasibəti ilə təbrik edir və inanıram ki, bu qrupun fəaliyyəti gələcək uğurlarımızın təməlinə çevriləcək. Aprovechando la ocasión, una vez más me gustaría felicitar por la creación, la inauguración del grupo de amistad interparlamentaria entre Azerbaiyán y México. Estoy segura de que la actitud de este grupo desempeñará un papel muy importante y contribuirá mucho a las relaciones. Ən qısa zamanda sizi Bakıda gözləyirik. En poco tiempo les esperaremos en Azerbaiyán, en Bakú. Diqqətinizə görə təşəkkür edirəm. Muchísimas gracias por su atención. Muchas gracias. Favor de tomar sus asientos. Ahora le pedimos al honorable diputado Seyidov, como líder de la delegación visitante, nos haga el honor de firmar el libro de visitantes distinguidos de esta Cámara de Diputados. Ahora nuestros compañeros de protocolo le harán favor de pasar el libro y, si gusta posteriormente, leer su mensaje. Ahora pasaremos a hacer la entrega del bastón de mando a la honorable diputada Guilleva por parte de nuestra compañera Julia Andrés, del pueblo originario de Huatancingo, del distrito 15 de Orizaba, Veracruz, como muestra de respeto, reconocimiento y amistad entre nuestros pueblos.
Kuale Colcansi Manuchtitsi. Buenos días a todos. Mi nombre es Julia Andrés Flores. Hoy tengo el honor de hablar en nombre de nuestras comunidades y de las palabras que se transmiten en generaciones. Hoy hacemos entrega del bastón de manto, un símbolo que representa poder y símbolo de... Thank you very much. Təşəkkür eləyirik. Bu təqdimatı dostluğun, qardaşlığın və gələcək əməkdaşlığın uğurlu bir simvolu kimi qəbul edirik. Muchísimas gracias. Aceptamos ese regalo como un reflejo de nuestra amistad entre los países de las naciones. Muchas gracias. Muchas gracias. Muchas gracias.